Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 2 fevral Azərbaycan Gəncləri Gününə həsr edilmiş Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu 2 keçirilib. 500-ə yaxın Azərbaycan könüllüsünü bir araya gətirən forumun əsas məqsədi İttifaq tərəfindən üzv könüllü təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, dayanıqlı inkişafın təmin edilməsi, könüllü təşkilatları arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub. Forumda çıxış edənlər Gənclər Gününün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini vurğulayıb. Bu günün Azərbaycan gəncliyinə verilən yüksək önəmin göstəricisi olduğunu bildiriblər. Qeyd edilib ki, könüllülük fəaliyyəti gənclərin şəxsi və peşəkar inkişafına töhfə verən, eyni zamanda cəmiyyətə xidmətin mühüm bir formasıdır. Forum könüllü təşkilatlarının bir araya gəlməsi və könüllü gənclərin şəbəkələşməsi üçün mühüm platformadır. Sonda forumda gənc regional nümayəndələr və bir qrup könüllü gənc 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar.